Əvvəla hər birinizi salamlayıram. Mən Balakən rayonu Nizami adına bir saylı tam orta məktəbin 9-cu sinif şagirdi Cerçeva Səadət. Mən Əhməd Cəmilin Qaçqınlar poemasını səsləndirəcəm. Taxt üstündə oturmuşdu ana bala yanaşı. Gör necə də qələm çəkir təbiətin nəqqaşı. Biri qəmli sonbahardı, biri gülər üzlü yaz. Hələ bilmir bu dünyada qüssə nədir qızcağız. Can ana, bugün gəzməyə mi gedəcəyik? Yox qızım. Niyə ana? Qürbət evdə hara gedək ay üzüm? Axı cici paltarımı geydirəndə ay ana, sən gəzməyə aparardın hərdən məni bir yana. Nə deyirəm qəşəng balam, tək dünya düzəlsin. Atan kasıb komamızın çırağıdır, o gəlsin. Qaydaq öz yuvamıza, o ox tutun əlindən, gəzdirim hər axşam üstü dağda, daşda səndən. Qız ananı qucaqladı, doluxsunmuş hər köyün. Niyə cici paltarımı geyindirdin bəs bugün? Ana isti yarpaq kimi bu sualı duyunca, dedi qızım sənə baxın bu paltarda duyunca. Yazıq ana söyləmədi ürəyindən keçəni. Çöktü qarlı üfüqlərə, payız axşamına. Birdən qapı çırpıldı bərk, qız diksindi bu zaman. Səndələyib iki sərxoş əskər girdi içəri. Gözlərindən qan sızılmış bir Gestapo nəfəri. Oğrun evi süzdü, o birisi ilişdi. Qızsa qorxub anasının qucağına girmişdi. Yaxşı qadın, götür qızı, qalx, gedək. Düzü qaçqın olmasaydın, deyərdi ki mələksən. Əskər çəkib tez qadını qapıya sən qapardı. Ürək qələm hıçqırıqla körpə şivən qopardı. Ana, ana getmə yazığam. Ah sənin qəşəng qızın, sözə baxan qızınam. Ana, ana getmə. Fəryad, ürəyi iki bölüb getdi onların yara. Külək çıxdı qapıları, söndü küncdə yanan şam. Min xəyala qəlb eylədi yoldan keçən hər yadı. Çöldə ana hıçqırığı, evdə körpə fəryadı. Bizi də saldın o təsirin altına. Qərət çıxardı. Çox gözəl. Daha güzel şeyler. Uğurlar.